Hər kəs salamlayıram. Əksəriyyətinin verdiyi sualdır ki, məşqə başlamaq üçün ilk nə etməliyəm? Xarici vəsiqə almalısan, məşqə gəlməlisən. Dostum, nə edəcəksən? Belə gülməli suallar verirsə, yəni heç nə zala gəlməlisən, start verib başlamalısan. Əksəriyyətinə buradan səslənirəm, yəni özünüzü gülünc yerinə qoymayın. Siz zəng vuranda və yaxud yazanda deyirsiniz mən elə adamam ki, mən desəm eləyəcəm və yaxud mən bir ay məşq eləyəndə tez nəticə alır. Bu sözləri demək olar biz elə hər gün eşidirik. Konkret nəysə sübut eləmək istəyirsənsə, sən nəticə verib göstərməlisən. Hamı danışır, hamı kiməsə məsləhət verir. O dövr yoxdur, indi o dövr gedib. Konkret nəysə kiməsə sübut eləmək istəyirsənsə, təbii ki, ehtiyac yoxdur kiməsə nəysə sübut eləyirsən. Sən özün üçün sübut elə. Eybi yox, kiməsə göstərmək istəyirsənsə, konkret başda nəticəni ver, ondan sonra göstər. Vəssalam, qutardı. Yoxsa sabah eləyəcəm, birisi gün eləyəcəm. Fərq eləmir qadınlı, kişilə, elə çox adam belədir. Ona görə bir daha söyləyirəm ki, özünüzə vaxt ayırın, sağlamlığınıza fikir verin. Ondan gözəl nə ola bilər? Geyim də geyinəndə gözəl oturur, həmçində psixoloji insan sağlam olur. Hər kəsə uğurlar.